mən Əbdülisayevin təqdimatında avtomobildə rubrikasına baxırsınız. Ayıbdır axı. Ay Allah, başıma bunun dönüm. çirkli, pinti, gözüdür gözdə. Nə paltar olduğu da bəlli deyil. Nədir bu, nədən ibarət? Çox pis görsənir qalandan elə açma. Yox. Xahiş edirəm. Xahiş edirəm. Telefonumu qoy buraya əlimə alım. Viral oldu bu şəkildə. Tərbiyələri necədirsə, elə onlar da elə də yönləndirdilər, elə də qiymət verdilər. Kimsə gəlib mənə hansısa bir maddiyyatla mənə köməklik etmir. Türkanə, sənətin yoxdurmu deyəsən ki, mənim sənətimə görə pul buraxsın? Öz sənətin üçün heç nə edə bilmirsən. Sənin ortalama nə qədər mahnın var? Heç kəsin cürəti çatıb mənim qarşıma keçib nəsə. Duetlərin də yoxdur. Əminliklə deyirəm mən sizə, əgər o adamla da deyilsə, onun yanındakı ya prodüserından sevgilidir, ya menecerindən sevgilidir. Həmkarınla sənin bir problemini eşitdim. Onun sevgilisinin əlindən almısan. Nə həyat tərzi mənə uyğundur. Münasibət də olubdur, bitibdir. Mən reklam qazanmaq üçün onun adını dedim. Ümumiyyətlə heç adını istəmirəm belə eşitmək. Doğrudan da mı o şəxsin sevgilisini sən onun əlindən almısan? Yəni mən sevgili bilmirdim. Mən bilirdim ki, yəni prodüserdur. Biraz sən özünə düzən ver. Yanındakının ağzını yumsun. Sən birinci öz yanındakına bax, sən sonra mənə qəbahət tutarsan. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Hər vaxtınız xeyir, Mağazin Plusun daimi tamaşaçıları, mən Əbdülisayevin təqdimatında avtomobildə rubrikasına baxırsınız. Bu həftə qonağımızı evinə qalxarkən evin qarajında yaxalamışıq. Qonağımız tanınmış müğənni Türkanə Kərimlidir. Xoş gördük Türkanə. Necəsən? Eşitdim ki, Ağşəhərdə təzə ev alırsan. Salam əleykum. Zəhmət olmasa, yaxın gəl. Evin xeyirli uğurlu olsun. Çox sağ olun. Ağşəhərdə ev almısan. Çox sağ ol. Siz burada nə edirsiniz ümumiyyətlə? Səni gözləyirdik bu yaxdan. Ay maşallah. Hər şeydən də xəbərdarsınız, hər şeydən də belə məlumatlısınız. Xeyirli olsun. Neçə aldın? Çox sağ olun. Mən o şeylər haqqında heç vaxt danışan adam deyiləm. O şeyləri bizdə ailədə, yəni papam idarə edirdi, yəni o maliyyə məsələlərini. Demiş, papan artıq icazə verir sənə efirlərə çıxmağa. Artıq icazə verir. Mən bilirəm sən nə deyirsən. Təzə ilk öncə başladığım vaxtları el şənliklərinə falan belə problemlər bəli olurdu. Artıq əlbəttə ən böyük dəstəkçim odur hal-hazırda. 2000-in əvvəlləri partladırdın. Sonra bir ara belə bir yoxa çıxdın. Deməli o 2000-in əvvəlləri dediyiniz müddət mən yeni başlayırdım. Həmin elə o ay sağ, ay eynən. O vaxtlar idi. Elə Səbinə xanım, bu Mağazin Plusun belə deyim, layihə rəhbəriniz, bəli. Səbinə xanım ilk işlədiyi müğənni mən olmuşam, bəli. O da məni harda görmüşdü. Bir qrup yaradılmışdı. O qrupda başladım fəaliyyət göstərməyə. O elə oldu ki, məni qrupa götürürlər. Səbinə xanım məni məhz o qrupdan tapmışdı. Sonra başladıq biz bir yerdə. Yəni bütün o maddi məsələlər onun üzərində idi. O dediyiniz həmin o efirlərdir, gözəl işlərdir, bahalı kliplər falan. Həmin dönəmdə idi. O vaxtda bahalı kliplərin olubdu. Gözəl kliplərin. İndi hal-hazırda Allah rəhmət eləsin. Mənim həmkarım, dostum olubdu. Şahin Zəkizadə çəkib. Allah qən rəhmət eləsin. Çox gözəl də klip alınıbdı. Demək olar ki, bütün xalq artistləri iştirak edir. Kənan İmim idi. Bəli, Kənan İmim olubdu. Şahin Allah rəhmət eləsin. Ondan sonra bizim aparıcımız Şəhriyar idi. Süjet xətti var idi. Bəli. Belə deyim. Çox böyük əziyyət var idi o klipdə. Əziyyət var idi. Amma heyf sənət qoyulmuşdu ortaya. Bəli. Sponsorun var? Yoxdur. Elə axırıncı Səbinə xanım oldu. Yoxdur. Yəni özüm nə bacarıramsa, öz qazancım, öz ayağım üstə, yəni duran bir ifaçıyam. Bax, sponsor soruşunu deyirsən ki, yoxdur. Bir sponsor, bir belə deyək də şirkət rəhbəri də sənə, Türkanə Kərimliyə niyə sponsorluq eləməlidir? Nəyə görə sponsorluq eləməlidir? O sponsorluq, mən deyim də, bu dünyada da belədir. Bir ifaçının üzərinə o pulu qoyursun. Yəni Səbinə xanım da... Səndən söhbət edir. Sənə niyə pul buraxmalıdır? Qazanacaqsa qoyduğu pulu götürəcəkdi də. Nədən qazanacaq? Reklam eləyəcəkdi. Bu dəqiqə Azərbaycanda nədir? Müğənninin reklamının sonunda yəni nədir? Pul qazanmaqdır da. Heç kəs dəli olmayıb ki, pulunu çöldən tapmır ki, gətirsin o pulları çölə töksün və ya da kimsə. Dünya dedin, mən özüm səndən soruşdum, səni.
dünya Konsertlərdən, çapında hə, bəli anladım. konsertlər Bildim. var, Bizdə ondan sonra nədir? projelər Bizdə olur, nədir? onlardan pul qazanır. Məsələn, sənin mən bilən YouTube-un pul qazanmır, kliplərin pul qazanmır ki, Bəlkə sənə qazansa da, hansısa yəni o şirkət pul buraxsın ki, sənə klip çəkdirsin ki, oradan pul götürsün və konsert də eləmirsən. Niyə eləmirsən? Deyim də mən sizə. Əgər mənim YouTube-umda pul qazanırsa, ondan sonra konsertləri də edirəmsə, mənim sponsora nə ehtiyacım? Ki, hazır özüm qazanıram Türkan, da. sənətin yoxdurmu deyəsən ki, mənim sənətimə görə Ay, yox, pul ay, buraxsın? yox, heç sənətdən burada getmir sponsor. Ay, siz baxın. Niyə bunu deyə Xeyr. bilmirsən? Niyə çəkinirsən? Axı sənin bu iki Yox. təhsilin var. Mən bilirəm ki, sənin gözəl sənətin var, Yox, gözəl yox, səsin Əbdül, və yox. ən əsası fərqli bir səsin var Yox, sənin. Əbdül, söhbət ondan getmir. Və Niyə özünə inanın əmin ki, deyilsənmi? ondan getmir söhbət. Və nədən gedir söhbət? Mən özümdən əminəm. Sadəcə o sponsor, sən mənə sual versən Bəli, sponsor barəsində. bəli. Sponsora sənin istedadlı olub olmadığın maraqlı deyil. Mən səni tanıyıram, sənin sənətini bilirəm. Bilirəm ki, sənin gözəl sənətin var, səsin var. Çox gözəl və fərqli səsin var. Təşəkkür edirəm. Amma sən özün üçün, öz sənətin üçün heç nə eləyə bilmirsən. Niyə eləyə bilmirsən? Məsəl üçün nə? Məsəl üçün Mahnı yazdırmaq. Məsəl üçün Yazdırmışam. daha çox mahnılar yazdıra bilərsən, daha gözəl, daha populyar mahnılar yazdıra bilərsən. Məsələn, sənin baxın. ortalama nə qədər mahnın var? Bu günə qədər özünə aid olan neçə dənə mahnın var? Yox, çoxdur. Mahnılar Çoxdur, neçə çoxdur. dənə? 5 Yox, dənə. yox. Məsəl üçün YouTube-unu açanda, sənin YouTube-unu açanda, Aha. orada barmaq İndi hesabı YouTube kanalı 8-10 YouTube dənə yox, mahnın YouTube var. kanalı yeni açılıbdı. Orada başqa mənim ifalarım var. Sənin özünə aid olan mahnılarından danışıram mən. Kimsə gəlib mənə hansısa bir maddiyyatla mənə köməklik etmir. Təpədən dırnağa hamısını qeyd eləyirəm. Heç kəsin cürəti çatıb mənim qarşıma keçib nəsə, yəni mən nə həyatımı, nə səhnədə bu neçə illər bu sahədə olduğum illərdə ümumiyyətlə mən o yaşayışı yaşamamışam ki, kimsə mənim qarşıma keçib hansısa bir söz desin. Duetlərin də yoxdur. Hə, duet mən istəmirəm oxumaq ki. istəmirlər, yoxsa Yox, dəfələrlə olubdu. Duetlər bir mənalı qarşılanmır və bir mənalı bəzən deyirlər, ay belədir, elədir. Siz bilin ki, orada şəxsi münasibətlər mütləqdir. Bunu biləsiniz. Çıxıb orada yalandan danışmaq. Bəli, bəli. Bunu əminliklə kim var? deyirəm Məsələn, mən kim sizə. Əgər o adamla da deyilsə, onun yanındakı ya prodüserından sevgilidir, ya menecerindən sevgilidir. Niyə evlənmirsən bəs? Valla qismət də nə vaxt çıxacaq qarşıma evlənəcəm. Nə vaxt çıxacaq? Özümə Təkliflər yaraşan- olur axı. Təkliflər olmaqla deyil ki. Bu yaxınlarda da eşitdim ki, sənə evlilik təklifi olubdu bir bəy tərəfindən. Yoxdan xəbərim yoxdur. Bir həmkarınla sənin bir problemini eşitdim, bir məsələni eşitdim. Sənin haqqında ki, onun sevgilisinin əlindən almısan. Nə məsələdir? Sadəcə olaraq ad çəkməyəcəm. Mən sizdən xahiş çəkmirsən, edirəm. Yox, ya? yox, yox. Mən istəmirəm ad çəkim. Ancaq. Əslində heç yəni mənə uyğun nə həyat tərzi mənə uyğundur. Nə başqa bir heç ümumiyyətlə heç nəyə mənə uyğun deyil. Sadəcə indi münasibət də olubdu, bitibdi. Sən görürsən ki, olmuşuq. Yəni bu münasibət indi hamı eyni sahədəyik də, bir-birimizlə dostluq, tanışıq, otururuq, dururuq. Nədir məsələ? Amma, Sən onun amma, sevgilisinin əlindən almısan. yox, yox. Valla mən bilmirəm, amma belə olsa, mən artıq belə getsə, qulağıma yəni yenə də söhbətlər çatsa, inanın Allah, bəlkə mən burada bax, Niyə adını çəkmirsən? mən indi bəlkə ad Adını çəksəm, çək, hamı, yox, hər kəs o bilsin, elə biləcək ki, söhbət yox, kömək bir dəqiqə. O düşünər ki, mən ondan, inanın Allah, bunu belə başa düşəcəklər ki, mən reklam qazanmaq üçün onun adını dedim və yaxud da ondan istifadə elədim. İnanın Allah, bax, zərrə qədər onun mənə nə reklamı lazımdır. Ümumiyyətlə heç adını istəmirəm belə eşitmək. Doğrudan da mı o şəxsin sevgilisini sən onun əlindən almısan? Valla mən Ona sevgili görə də bilmirdim. məsələ. Yəni mən sevgili bilmirdim. Mən bilirdim ki, yəni prodüserdir. Bunların yanında bu dueti bir yerə ərsəyə gətirən adamdır. Mən bunu belə bilirdim. O xanımı mən belə bilirdim. Amma belə görürəm ki, gedir orada burada deyir ki, Türkanəyə ayıb olsun. Sən özünə düzən ver, öz həyatıma düzən ver. Sənin ümumiyyətlə haqqın çatmaz məndən inciməyə. O ki qaldı, əgər incimə, sən yaxşı dostuydun, yaxşı qız idinsə, əgər sənin belə bir düşüncən var idisə, yığardın, deyərdin ki, Türkanə,
Bu şeyi mən istəmirəm ha. Sən belə bir iş görmə. Elə yanındakı musiqiçiyə çatdırıram ki, yanındakının ağzını yumsun, xahiş edirəm mənim qulağıma. Yəni ki, ay Türkanə səhv elədi. Filan kəs niyə onun Türkanənin yanındadır? Ay xanım, ay başva dönüm. Sən birinci öz yanındakına bax, sən sonra mənə qəbahət tutarsan. İndi həmən bəy o başa xanımdan düşdün nə ayrılıb, demək istədim. indi sənlə sevgilidir ki, belə problem yaranır. Mənlə sevgili deyil, biz bir yerdə çalışırıq. Amma deyim elə o xanımın özündə daha problem. O ömrü boyu dostlarla problem yaşayır. Axırda tək qaldı. Niyə? Demək ki, onun fəsadlıq onun özündədir də. Niyə oradadır bəs? Vallahi söz Ayrılmısınız? Yox, ayrılmamışıq. Hə, yəni bir yerdə. Bax, deyirəm olubdu, bir yaxdan inkar eləyirsən, görsən? Ha, bax. Demək var məsələ. Yoxdur. Boş yerə mənim qulağıma söz gəlib çatmır. Türkanə. Yox, yox, vallahi yoxdur. Pulları harda saxlayırsan? Kartını aç görək nə qədər var? Bu 17-dir. Bəli. O bəy hədiyyə eləyib. Yox. Ey Əbdül. Vallahi yox. Kreditdir. Necə də mənim telefonumu qurtdalayır. Kamera çəkəndə çəkir. Yox, 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 yox. Xahiş edirəm. Xahiş edirəm. Aç telefonu. Telefonu aç. Yox, xahiş Aç, edirəm. aç, aç. Baxmıram, yaxşı, aç. Türkanə deyirlər ki, Türkanə tamam dəyişdi. Əvvəlki Türkanədən əsər əlamət yoxdur. Onu Nə niyə kimi, deyirlər? nə kimi yəni? Deyirlər ki, bədən şəkilləndirmə Yox, yox, vallahi, yəni göz yanınızdayam bayaqdan. Göz qabağında, bəli, göz qabağında görsənir ki, bədən şəkilləndirmə əməliyyatı elətdirmisən. Üz gərmə elətdirmisən. Da nə deyim? Göz dartma nə deyirlər ona? Vallahi heç biri, heç biri. Nə qədər xərclədi? Bir tək mən burun əməliyyatı keçirtmişəm. Bu şəkildə viral oldu. Hansı şəkil? Hə. Telefonumu qoy buraya əlimə alım. Viral oldu bu şəkildə. Hə. Viral oldu ancaq bəzən başı çıxmayan, özlərində o tərbiyələri, yox, tərbiyələri necədirsə, elə onlar da elə də yönləndirdilər, elə də qiymət verdilər. Biz bir qonaqlığa getmişdik, orada biz Zaurla şəkil çəkdirdik və başqa donlar və mən o şəkli paylaşanda chat GPT götürdüm, yazdım ki, Zaur haqqında mənə söz deyin, statusda yəni. Mənə bir söz dedi, mən onu götürdüm, paylaşdım. Əgər başqa bir səhifələr götürüb orada nə bilim sevgili, belə falan, elə bir sözlər yazıblarsa bu mənim qəbahətim deyil. Türkanə, bizim Tural usta burdadır. Mən bilirəm ki, siz də tanışsınız, dostsunuz deyəsən. Bəli, tanışam, yəni çox görmüşəm, bilirəm ki, bu sahədə bu. Salam əleyküm. Demədim, gəl, birbaşa gəlirsən, yəni. Söhbət məndən getdi sonra görə də qardaşım. O zaman arxasınca deyəcəydin ki, gəl. Adını çəkilən kimi. Bəli, həbsə. Temboda sən yox, siz yox, xanım danışdı da özümü saxlayamadım. Biraz arxanca qeybət eləyir. Yox, arxanca qeybət eləmək yaxşı iş deyil, sənə yaraşmaz o. O yaraşmaz sizə. Mən inanıram ki, Turalusa, siz bu günləri diaqnostikasız, yoxsa bu gün diaqnostika olacaqdır? Siz mən gətirmişəm bu sehirli aparatımı bura, o gətirməyinə. Sizin də maşında problemlər var. Maşallah olsun. Maşın Mən deməyəcəm nə problem var. Demə. Mən istəyirəm ki, sizdən eşidim. Sizin efirdə ikinci dəfədir. Mən birinci Sutaysi ilə rastlaşıram. Problem yoxdur bizim üçün, baş üstə eləyə bilərik. 80-100 min 70 həqiqət olmuşdu. Həqiqətləri tapdın dedi. Biz həmişə həqiqətləri Mən deyirik. elə Bahar istəyirəm xanımın ki, görüm. maşınındaydı da deyəsən. Bəli, hə, Bahar Lat qızım. Bəli, Bahar xanım. Onda nə var idi? Hamısını tapdı dedi. Düz demişdi. Bəli. Bir neçə gün bundan öncə getmişdim avtoservisə. Maşında olan bütün problemləri dedilər ki, bəs xanım mütləq yaxınlaşmalısınız. Bu maşın 80-100 min getmiş maşındır. Normal bir haldır ki, 80-100 min getmiş maşın zavodçu istehsalçı tərəfindən buraxılanda bunun müəyyən bir qədər probellər olur. Məsəl üçün, hansı ehtiyat hissələrinə probel verirlər ki, bu 80 mində dəyişməlidir, bu 100 mində dəyişməlidir, bu 120 mində dəyişməlidir. Bu mənim üçün çox bir sadədir. Başlı çıxır. 80-100 min getmiş mühərrik üçün, 80-100 min getmiş mühərrik üçün. Mühərrikin sepi 100 mində, yəni kağızın, bunun kitabında belə yazılır ki, 100 mində mütləq ki, 100 mini keçəndən sonra bunda da 100 mindir artıq. Gedəndən sonra mühərrikin sepi dəyişməlidir. Bu birincidir. Və sonra Ağdamlılar demişkən, çöldən şirin səs gəlir. Sizinkilər demişkən. Bu maşında çox şirin bir səs var. Yüngül bu motorxananın içinə pul düşüb onu çıxartmaq lazımdır. Bəlkə çapıyor.
Orada qalsın o. O mütləq çıxmalıdır yoxsa sən də yorum qəhvə düşüb yoxsa Yo, qəpik quruşla bizim xırda işlə aramız olmur. O ora düşəni Türkanı qəhvə quruşa işləyir. Türkanə xanım, Türkanə xanım 100 mindən yuxarı maşın sürür. Qəpik quruşa işləyən bizik. Yüngül sepində səs var. Sizə deyiblər ki, indi başlayıb harca bir 15-20 mində sürə bilərsiniz. Bir də yuxarıda çöldə şikivlər deyilən bir şeylər var, ehtiyac hissələrin. Pompanın şikivi, dinamo, onlara bir baxmaq lazımdır. Müəyyən bir də tormuz mayesi 100 min üstündə gələndir. Baxıram ki, bir bax çirklənib. Onun bir balaca dəyişib, təkərin tormuz mayələridir. Allah canını sağ eləsin. Sağ ol, Özün sizin də. deyirsən, Allah ürəyimə görə versin. Dur. Allah ürəyimə Nə görə niyyətin varsa real olsun. Tamam, sağ ol qardaşım. İcazə verin mən gedim. Hə, tələsirsən bilirəm. Bəli, sağ olun. İnanın ki, olsa biz sabah görüşməyəcəyik artıq. Ay Allah, buna baxın. Vay, 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 vay. Bir dəqiqə. Açma, ayıb daxı. Ay Allah, Ay başıma bunun dönüm. bunun paltarına. Ay Allah. Türkanə bu qədər mi? Xahiş qədər edirəm. mi sən? Yox, yox, bir şey deyim. Çirkli, pinti, gözüdü gözdə. Mən ki, bütün xanımlarda vallah belədir. Belə. Yəni səliqəli çamadanla belə yığ. Əlbəttə ki, səliqəli Bax, yığmalısan da. mən axı yoldan gəlim. Yox, Bu nədir qurban olum? Bunlar Bunun heç nə mənim paltarı dor- olduğu da bəlli deyil. Yəni Açmadan paltarın belə nə olduğu da göründü. bəlli. Dəstə Bir baxdılar, dəqiqə. görsəndi, Yox vallah da, görsəndi. Görün başqa nə var? Vallah görsəndi hamısı. Görsənmədi, görsənmədi. Elə Bu nədir açmadan. sən Allah bu nədir? Bu nə Ay paltardır? Allah, yavrum. Yəni paltarın nə oldu? Ay Allah, ağ paltarın çirkinə bax. Qurban olum, bunlar nədir belə? Başqa dönün. Vallah gördü tamaşaçı Ay sənin. Allah, buna- İnan Ha, Allah. yaxşı ya. Gördü, hamı gördü. Bunu belə açmağa ehtiyac yoxdur da. Ayıbdır bunları heç olmasa bir yığcın, ha, səliqəli. Bunlar hamısı dərziyə gedəsi O paltar paltarlardır. yəni ayıbdır, onu çəkmə. Bunu Giyinməlidir. belə açmağa ehtiyac yoxdur da, xahiş edirəm. Nədir də bu paltar nə? Ciddi xahiş edirəm. Allah Nədir bu nədən Çox ibarət? pis görsənir qalandan elə açma. Allah. Yaxşı, əziz tamaşaçılar, mən isə burada sizlərlə sağollaşıram. Gələn həftə görüşmək ümidi ilə.